Herkese salam. Bugün sizinle yayın en güzel yemeklerinden biri olan lobyanın reseptini bölüşürəm. İstəyə görə doğrayırıq. 150 qram çərək yağında 2 ədəd böyük ölçülü xırda doğranmış soğanı qovururam. Üzərinə doğranmış 600 qram lobya, 1 ədəd rondoda çəkilmiş qırmızı biber, 1 ədəd sarı biber və 3 ədəd orta ölçülü pomidoru əlavə edirəm və 1 stəkan su. Sonra tavanın qapağını örtüb bişirirəm. Tərəvəzlər yağa düşdükdə üzərinə damaq dadına görə ədviyyatlar, duz, istiyoz, sarı kök və pul biber əlavə edirəm. Sonra 6 ədəd yumurtanı qarışdırıb üzərinə əlavə edib çox az istilikdə yumurta bişənə kimi bişirirəm. İstəsəz tavanın qapağını örtə də bilərsiniz. Artıq hazırdır. Hələlik.